Valideynləri çox yorur, emosional olaraq yorur. Valideynlər bu zaman iki mövqe seçirlər. Bir, aqressiv mövqe, iki isə öz güvənləri aşağı düşür. Buna görə də valideynlər bunu bilməlidirlər ki, diaqnozlu bir uşaqla artıq işləməyə başlayırlarsa, bütün gün rejimlərini buna uyğun dəyişməlidirlər. Turanə xanım, salam. Salam. Turanə xanım, bugünkü mövzumuz autizmdir. Autizmlə bağlı ilk sualım belədir. Autizmin erkən əlamətləri hansılardır və valideynlər onları necə fərqinə vara bilərlər? Autizm spektr pozuntusu özünü əsasən 3 sferada göstərir. Bu davranış sferasıdır, nitq və stereotiplərdir. Bütün bunlara hər sferanın özünə məxsus əlamətləri var. Valideynlər bu əlamətləri bilməklə elə ilk aylarda öz uşaqlarında olan fərqlilikləri görə bilərlər. Bunlar nələrdir? Ən çox yayılmış stereotip əlamətləri götürsək, məsələn, əllərini yerlətməkdir, göz kontaktı qurmamaqdır, daha sonra yeyilməyən əşyaları ağzına aparmaqdır. Bundan başqa tutam ki, paltaryan maşın fırlanırsa, saatlarla oturub buna baxmaqdır və yaxud da uzun müddət uşaq oturub boşluğa baxa bilər. Bir neçə tutam ki, 1 yaşlı bir uşağı biz oturdururuq divanda, tərpənmədən orada oturur. Düşməyə, hansısa bir oyuncağa əlini atmağa cəhd göstərmir. Bundan əlavə, məsələn, uşağın beşiyinin üstündə fərqli oyuncaqlar olur, səsli oyuncaqlar olur. Uşaqlar normalda bunları əl atmağa çalışırlar. Oyuncaqlar fırlananda onları izləməyə çalışırlar. Spektr pozuntusu olan uşaqlarda ümumiyyətlə izləmə olmur və yaxud da biz barmağımızla nəyisə göstərəndə onlar bizim barmağımızı izləmirlər ki, yəni biz onlara nəyi göstərmək istəyirik. Normalda autizm spektr pozuntusunun daha doğrusu əlamətləri çoxdur. Yəni indi burada onların hamısını saysaq vaxtımız çox gedəcək. Diaqnoz prosesi uşaqlar üçün necə aparılır və hansı testlərdən istifadə olunur? Diaqnoz prosesi ilk öncə təbii ki, müşahidədir və anamnez toplanılır. Anamnez valideynlərin verdiyi informasiya əsasən toplanılır. Daha çox uşaq, valideynlər neçə yaşından etibarən uşaqlar fərqli əlamətlər görməyə başlayırlar. Onu qeyd edəcəm ki, xüsusilə valideynlər müraciət edirlər uşağın nitqi olmayanlar. Yəni yalnız uşağın nitqinin olmadığını görürlər. Tutalım 3 yaşında, 4 yaşında. Digər əlamətləri isə göz ardı edirlər. Çox təəssüf ki, bu gün autizmli uşaqlarla işləməyən insanlar belə bu mövzu haqqında danışırlar. Yəni əlamətlər sadalayırlar. Buna görə hansı metodlardan istifadə edərək uşaqları müalicə etmək olar, hansı testlərdən istifadə edərək düzgün diaqnoz qoymaq olar, bu kimi videoları çox görürük. Amma konkret olaraq autizmə bu testi istifadə etdim və diaqnoz qoydu deyə bir şey yoxdur. Bir neçə testlərdən biz istifadə etmiş oluruq. Yəni mənim özümün aktiv istifadə etdiyim testlərdən biri Göbte testidir. Yalnız bu testdən kifayətlənmirik. Qeyd etdiyim kimi anamnez toplanılır, müşahidə edilir və mən bütün valideynlərə deyirəm ki, biz 1 ay müddətində həm uşaq terapiyada olur, eyni zamanda da müşahidələr qeyd olunur ki, məsələn, bu uşaqda siz demisiniz ki, bu əlamət var, amma mən bu əlaməti görmürəm. Buna əsasən sonda uşağın indeksi çıxarılır. Bu indeksdə onun autizm dərəcəsinin yüngülmü, ortamı, ağırmı olduğunu göstərir və daha sonra artıq plan hazırlanıb, bu plana əsasən uşağın terapiyası aparılmış olur. Bu olduqca vacib bir mövzudur. Çünki bəzən valideynlər akademik istiqamətə çox üstünlük verirlər. Yəni uşağın danışmağıdır, uşağın nitqinin formalaşmasıdır, uşağın sosial qaydaları öyrənməsidir. Bunların üstünə çox düşürlər. Yəni daha çox bu istiqamətdə məşğul olurlar və uşağın emosional tələbatları ödənilmir. Emosional tələbat deyiləndə bu digər uşaqlardan fərqlənmir. Yəni valideynin sevgisini görməkdir, lazım olduqda uşağı qucaqlamaqdır, onunla bir yerdə yatmaqdır, daha sonra ona lazım olan bütün qayğıların göstərilməsidir. Bəzən biz kənardan digər insanlar tərəfindən autizm spektr pozuntusu diaqnozlu uşaqların analarına qarşı münasibəti görürük. Daha çox məsələn cəmiyyətimiz düzdür son dönəmlərdə nisbətən valideynləri başa düşməyə başlayırlar. Tam ki, avtobusda, metroda uşaqlar əgər fərqli səslər çıxardırlarsa, digər sərnişinlərə görə onları narahat edirlərsə, onda artıq iradlarını bildirmirlər, uşağın diaqnozlu olduğunu dərk etmiş olurlar. Və bütün bu situasiyada olan valideynlərin özləri emosional olaraq çox yorğun olurlar. Yəni övladlarına kənardan fərqli cür baxılması və yaxud da bizim cəmiyyət hələ də məsləhət verməyi sevir. Baxmayaraq ki, onlar indiyə qədər bayaq da qeyd etdiyim kimi autizmli bir uşaq görməyiblər və valideynə məsləhət görürlər. Məsələn, bunu et, bu həkimin yanına get, bu dərmandan istifadə et, bu terapiyaya getməlisən və s. Bütün bunlar da valideynləri çox yorur, emosional olaraq yorur. Və valideynlər bu zaman iki mövqe seçirlər. Bir, aqressiv mövqe, yəni kənardan olan insanlara qarşı çox aqressiv olurlar. İki isə öz güvənləri aşağı düşür. Yəni mən kifayət qədər yaxşı bir ana və yaxud yaxşı bir ata deyiləm ki, mənə məsləhət verirlər və hər deyilən məsləhəti də
qəbul etmiş olurlar. Bütün bunlar da valideynlərin öz övladlarına olan emosionalına mütləq öz təsirini göstərmiş olur. Məktəb mühiti avtizmli uşaqlar üçün hansı çətinlikləri yaradır? Bir də müəllimlər necə kömək edə bilər həmin o mühitdə? Biz bilirik ki, autizm spektr pozuntusu olan uşaqlar inklüziv təhsilə cəlb edilmiş olur. Yüngül dərəcəli və orta dərəcəli uşaqlar inklüziv təhsildə, yəni digər uşaqlarla təhsil ala bilirlər. Yalnız bu zaman bir çox problemlər də üzə çıxır. Bu problemlər bir çox şaxəli ola bilər. Birincisi, müəllimlərin buna hazır olması. Yəni inklüziv sinifdə dərs deyəcək müəllimlər mütləq xüsusi uşaqlarla işləyəcəklərsə buna hazır olmalıdırlar. Fərqi yoxdur, bu autizm spektr pozuntusudur, bu Down sindromlu uşaqdır, bu tutam ki, əddiqeri bir uşaqdır və s. Bu il tutam ki, bizim dərs dediyimiz, yəni ibtidai sinifdə 4 il ərzində dərs dediyimiz spektrli uşaq növbəti 4 ildən sonra gələn uşaqla eyni olmaya bilər. Yəni eyni əlamətləri olmaya bilər, eyni cür reaksiya verməyə bilər. Buna görə də ibtidai sinif müəllimləri də mütəmadi olaraq necə işləmək lazımdır, hansı metodlardan istifadə etmək lazımdır, bunu bilməlidir. Və bunun üçün də biz nə edirik? İbtidai sinif müəllimləri, əgər sinifdə xüsusi bir uşaq varsa, valideyn sayəsində uşağın pedaqoqu, psixoloqu, loqopedi və s. əlaqə yaratmalıdır. Yəni multidisiplinar yanaşma olmalıdır həmin uşağa qarşı. Əgər ibtidai sinif müəllimi uşağın psixoloqu ilə, pedaqoqu ilə işləməyə hazırdırsa, bu zaman uşağın adaptasiyası daha tez etmiş olur. Yəni əgər adaptasiya olacaqdırsa, bu uşaq 6 aya, yəni 7 aya, birinci sinifin hamısı buna gedəcəkdirsə, 2-3 aya uşağı adaptasiya etmək mümkündür. Digər uşaqlarla bir yerdə təhsil almaq və bu zaman bir çox çətinliklər də ortaya çıxır. Digər uşaqların xüsusi uşaqları qəbul etməsi, yəni onlarla necə dil tapması və yaxud da necə yanaşmalıdırlar, bunu bilmirlər. Bəzən biz bilirik ki, autizm özünlə paralel müxtəlif davranış pozuntusu gətirə bilər və yaxud da epileptik tutmaları ola bilər uşaqların. Müəllim bu zaman uşaqla necə rəftar etməli olduğunu bilməlidir. Bundan əlavə isə sinifdə elə bir mühit yaratmalıdır ki, xüsusi uşaq kənarda qalmasın. Digər uşaqlar tərəfindən yəni uzaqlaşdırılmasın. Onlar da qrup oyunlarına, yəni xüsusi uşaq da qrup oyunlarına cəlb edilməlidir. Sosial həyata mütləq həmin uşaq da cəlb edilməlidir. Autizmli uşaqların sosial bacarıqları necə inkişaf etdirilə bilər? Sosial bacarıqlar deyiləndə biz əsasən nəyi nəzərdə tuturuq? Ən primitivindən götürsək, tutam ki, uşağın qaşıqla yeməyə başlaması, stəkandan istifadə etməsi, qapını döyməsi, daha sonra icazə alıb içəri girməsi, tutam ki, avtobusa minirsə, avtobusda boş yer varsa oturmaq, boş yer yoxdursa oturmamaq, sosial bacarıqlar bunlar nəzərdə tutulur. Yəni ən sadəsindən götürülsə. Bu bacarıqların da formalaşdırılması təbii ki, mütəxəssislər və valideynlər tərəfindən həyata keçirilir. Mütəxəssislər bunu öz bacarıqları çərçivəsində, tutam ki, əgər terapiya otağında edirlərsə, bunu terapiya otağında uşağa öyrətməyə çalışırlar. Amma yerdə qalan digər hissəsi isə valideyndən asılıdır. Tutam ki, qaşıqdan düzgün istifadə etməyi mütəxəssis öyrədir. Yəni, otaqda, terapiya otağında öyrədir. Bunun geridə qalan hissəsi isə valideyn tərəfindən evdə davamlı olaraq edilməlidir. Və yaxud da ən primitivi, tutam ki, hardasa icazə alıb içəri girmək qaydasıdır. Uşaq terapiya otağından daxil olarkən qapını döyür, icazə alır və içəri girir. Amma bunu evdə etmirsə və valideynlər bunu uşaqdan tələb etmirsə, uşaq növbəti dəfə bunları etməyəcək. Sosial bacarıqlar da uşaqda nələri formalaşdırır? Bir, özünə güvəni artırmış olur. Bəzən özünə güvən deyəndə insanlar arasında fərqli fikirlər formalaşır ki, spektr uşağın özünə güvəni formalaşırmı? Təbii ki də formalaşır. Əgər o sosial bacarıqları yiyələnirsə, tam ki, ictimai nəqliyyatda olsun, marketdə olsun, tam ki, hansı bir restorana getsin, fərqi yoxdur. Orada özünü necə aparmalı olduğunu bilirsə, bu davranışlar ona əvvəldən öyrədilibsə, onun öz güvəni qalxmış olur və bilir ki, necə davranmaq lazımdır. Yox, əgər bunları bacarmırsa, uşaqlar tam ki, restoranda, xüsusi uşaq restoranda oturur, digər bir stolda nəyisə görür, avtomatik durur, onu götürməyə çalışır, digər bir insanın yeməyini yeməyə çalışır və yaxud da ondan nəyisə götürməyə çalışır. Bütün bunlar tam olaraq sosial bacarıqların formalaşmadığını göstərir. Təbii ki, bu da yaşla əlaqəlidir. Yəni, əgər terapiya daha tez başlanılıbsa, tutam ki, 2 yaşından başlanılıbsa fərq və 7 yaşında başlanılırsa fərq tamam başqa cür olur. Yəni, 5 il 2 yaşından etibarən 7 yaşına qədər terapiya alan bir uşaqla 7 yaşda bugün başlayan uşağın sosial bacarıqlarında olduqca çox fərqlər özünü göstərmiş olur. Terapiya və gündəlik həyat prosesində valideynlərin rolu nə qədər önəmlidir? Valideynlərin rolu olduqca önəmlidir. Bunu biz fərdi olaraq seanslarda da qeyd edirik, seminarlarda da qeyd edirik. Bəzən valideynlər elə düşünürlər ki, uşağı mütəxəssis yanına aparıramsa, psixoloq işləyir, loqoped işləyir və yaxud da pedaqoqun yanına gedirsə, bu kifayətdir. Yəni uşağa 2 saat, 3 saat, bu bütünləmədə də oldu, müxtəlif dərslərdə də girdi, qrup terapiyasında da oldusa kifayətdir. Artıq evdə heç bir şey etmirlər. Yalnız bu effekt verməyəcək. Effekt versə də çox cüzi effekt vermiş olacaq. Buna görə də valideynlər bunu bilməlidirlər ki, əgər diaqnozlu bir uşaqla artıq işləməyə başlayırlarsa, bütün
gün rejimlərini buna uyğun dəyişməlidirlər. Yəni uşağın bütün əgər 3 saat, 4 saat mütəxəssis yanındadırsa, yerdə qalanı valideyndən asılıdır. Yəni mütəxəssislərin öyrətdiklərini valideyn tətbiq etməlidir. Burada fərqi yoxdur. Uşağın yaş kateqoriyasına görə verilən çalışmalara da bura aiddir, sosial bacarıqları da aiddir, emosional sferası da, davranış sferası da. Bütün bunlar mütləq valideyn tərəfindən inkişaf etdirilməlidir. Bəzən seanslarda olur ki, biz valideynə bildiririk ki, məsələn, uşaq bunları etdi və yaxud da tutam ki, bu tapşırığı edə bilir. Valideyn deyir ki, yox, mənim yanımda etmir. Biz məcbur oluruq uşağın seanslarında videolar çəkirik ki, məsələn, uşaq bunları edir və valideyndə böyük bir sual yaranır ki, niyə? Niyə sizin yanınızda edir, mənim yanımda etmir? Çünki uşaq bilir ki, bu tapşırıq ona verilir və bu tapşırığı bitirməyənə qədər biz digər tapşırıqları keçid edə bilməyəcəyik və yaxud da oyunlarımız olmayacaq. Və buna görə də bildiyini bizə göstərmiş olur. Amma evdə valideynlər bunu etmirlər. Valideynlər görürlər ki, uşaq biraz tam ki kapriz edirsə, biraz tam ki bunu istəmirəmsə, eyb yoxdur. Və bir də valideynlərin istifadə etdiyi bir söz var. Yazığım gəlir. Yəni bu söz birləşməsi fərqi yoxdur. Xüsusi uşaq olsun və yaxud da digər sağlam uşaq olsun, uşaqların hamısını geri atır. Əgər onun bacardığı bir şeydirsə, yəni mütəxəssislər uşaq bacarmırsa, onu bir neçə dəfə evə tapşırıq olaraq verirlər ki, yəni uşaq bunu öyrənsin. Və verdiyi tapşırıqlar uşağın bacardığına nisbətən verilir. Yəni yaxın olur onun bacarıq sahəsinə uyğun. Əgər bunu edə bilirsə, ona görə mütəxəssis verir ki, valideyn də evdə işləsin ki, mütəmadi olaraq artıq uşaqda avtomatlaşma başlasın. Yəni buna görə də valideynlər mütləq fərqi yoxdur. Ana, ata, evdə nənə yaşayırsa, baba yaşayırsa, hamının sözü bir olmalıdır ki, uşağın inkişafı daha tez olmuş olsun. Autizmli uşaqlar üçün oyun terapiyası hansı faydaları verir? Oyun terapiyasının faydaları olduqca çoxdur. Yəni bu gün əksər böyük mərkəzlər olsun, daha sonra uzun illərdir işləyən mütəxəssislər olsun, onlar bilirlər ki, oyun terapiyası ən vacib və ən effektiv terapiyadır. Çünki biz uşaqlarla, tam ki 2 yaşında bir uşaq olsun, 4 yaşında bir uşaq olsun, biz onlarla oturub dəqiqələrlə və yaxud da saatlarla bu nədir, o nədir, bunu qoy, onu qoy deyə əzbərlədə bilmərik. Ona görə də oyun terapiyasından istifadə edirik. Bəzən kənardan bu sadə bir oyun kimi görünür. Yəni almanı götürdülər, qoydular, üzümü götürdülər, qoydular və təbii ki, əgər bu işin içində olmayan bir insandırsa, onun üçün bu bir oyundur. Amma mütəxəssis üçün bu sadə bir oyun deyil. Mütəxəssis bir oyun içərisində uşağın fərqli sferalarını inkişaf etdirmə planı düzəldir ki, buna əsasən oyun terapiyasından istifadə edirlər. Oyun terapiyasının fərqli növləri var. Bu da yenə də qeyd edirəm ki, yəni uşaqların yaşına görə, onların bacarıqlarına görə seçilmiş olur. Sonda autizmlə bağlı hansı məsləhətlər verə bilərsiniz autizm uşaqlarına, valideynlərə? Gecikməmək. Mən bunu illərdir ki, mən xüsusi uşaqlarla işləyirəm və bəzən valideynlər 4 yaşına, 5 yaşına, 6 yaşına qədər gözləyirlər. Yenə də qeyd edirəm, əsasən nitq sferasını əsas tuturlar ki, tutam ki 2 yaşında danışmadısa, 3 yaşında danışacaq. Atasında da belə olub, əmisində də belə olub, dayısı da gec danışıb. Bu kimi bəhanələrlə gecikdirirlər. Yerdə qalan sferalar tutam uşağın davranışıdır, uşağın öz yaşına uyğun olaraq heç nəyi bilməməsidir. Yəni heç nəyi bilməmək ən primitiv olaraq tutam ki, deyirik ki, get qaşıq gətir, uşaq başa düşmür biz ona nə deyirik. Burada gedib gətirməklə söhbət getmir. Uşaq başa düşmür ki, yəni nə deyirlər mənə. Qapını aç deyəndə uşaq başa düşmür ki, qapı nə deməkdir, aç nə deməkdir. Bütün bunları valideynlər nəzərə almalıdırlar. Nə qədər ki, terapiya erkən başlanılsa, yaş yarımından 2 yaşından başlanılsa, yəni daha tez və daha sürətli nəticə görəcəklər. Niyə? Çünki həyatda 2 il olan bir uşağın bazasını inkişaf elətdirmək artıq 7 ildir, 8 ildir həyatda yaşayan bir uşağın bazasını inkişaf elətdirməkdən daha asandır. Yəni valideynləri narahat edən təbii ki, nəticənin olması. Nəticə nə vaxt olacaq? Əgər uşaq gec gəlibsə terapiya, onun nəticəsi çox uzun müddətdən sonra görünməyə başlayır. Və onu da qeyd etmək istəyirəm ki, nəticə burada düzəlmə mənasına gəlmir. Nəticə artıq biz tutam ki, aylarla uşaqla işləyəndən sonra onda ən primitiv tutam ki, qapını açmaq, qapını döymək, eyniləşdirməsinin formalaşdırması, bunlar yavaş-yavaş nəticə adlanır. Bəzən valideynlər nəticə deyəndə elə bilirlər ki, tutam ki, 6 aydan sonra, 1 ildən sonra terapiya bitəcək. Yəni uşaq digər öz yaşıdları ilə eyni olacaq. Yəni bu belə deyək ki, bu cür asan olmur. Ona görə də nə qədər tez terapiya başlanılsa, yəni o qədər də nəticənin sürətlə görünəcəyi göz qabağındadır. Mən başa düşürəm burada maddiyyat da önəmlidir. Yəni valideynlərdə biraz maddiyyatla bağlı çətinliklər də olur, amma artıq xüsusi övladımız varsa, yəni mütləq ki, biz öz gəlirimizi ona uyğunlaşdırmağa çalışmalıyıq. Çox sağ olun Turanə xanım. Buyurun. Sizin də bir sualınız varsa, hələ bölməsinə yaza bilərsiniz. Sağ olun. Sağ olun.